Choose the correct variant. Doğru variantı seçin. Are they in the kitchen? Onlar mətbəxdədir. Suala no və ya yes ilə cavab verəcəyimiz üçün no ilə cavab veririksə təbii ki inkarla, yes ilə cavab verirsə təsdiqlə davam etdirməliyik. A variantında no they are in the kitchen. Xeyr, onlar mətbəxdədir tərcüməsi uyğun deyil təbii ki. No they are qeyd etdiyimiz kimi no ilə cavab veririksə biz inkarda davam etdirməliyik. Yəni they aren't olmalıydı doğru cavab kimi. Yes they are in the bedroom. Yes ilə təsdiqdə olan cavabları veririk. Sadəcə tərcümə baxımından uyğun deyil. Çünki sualda onlar mətbəxdədir sualı verilir. Ancaq cavabda bəli onlar yataq otağındadır deyilir. Məna baxımından yanlışdır. Daha sonra no they aren't cümləmiz D variantında doğru göstərilmişdir ki, xeyr onlar deyil mənasında. Və Y variantında yes they aren't ifadəsi yes ilə cavab veririksə təbii ki təsdiq olmalıydı. Burada isə inkar yazıldığı üçün səhv götürülür. Doğru cavabımız D variantıdır.